xüsusi təyinatlı ümumiyyətlə qüvvələr bir ailədir. Biz hər zaman belə deyək, birlikdə oluruq. Ailələrimizdən çox, şəxsi ailələrimizdən çox bir-birimizlə oluruq. Bu istəyir təlimlər olsun, istəyir gündəlik həyat olsun. Əlavə olaraq bildiyiniz kimi xüsusi təyinatlı qüvvələr həm aprel döyüşlərində, həm müharibədə, həm ondan əvvəlki döyüş tapşırıqlarında, yəni əvvəlki vaxtlarda döyüş tapşırıqlar icra etmişdir. Yəni düşmənin təxribatların qarşısını almışdır və bu bizi əslində bir-birimizə daha da çox bərkitmişdir. Yəni mən açıq deyirəm, doğma ailəmizdən çox bir-birimizə daha bağlıyıq. Bu da niyə? Çünki bu tək sözlə bərkidilmiş bir ifadə deyil. Yəni bu realda, həyatda baş vermiş bir hadisələrdir. Döyüşdə bir-birimizi qorumuşuq, bir-birimiz uğrunda canımızdan keçmişik. Dəfələrlə bu hadisələr olub və bunu qarşısına, yəni bunu əslində edən qarşılıqlı, belə deyək də, çox böyük bağlar olmalıdır. Yəni bunu hər kəs döyüş meydanında öz həyatını yoldaşına, silah yoldaşına görə, dostuna görə məsəl üçün fəda etməz və ya döyüş əsnasında döyüş yoldaşına ilk tibbi yardım məsəl üçün göstərir, onu xilas eləməyə çalışırıq. Halbuki hər tərəfdən məsəl üçün mərmi yağır, hər tərəfdən insanın üstünə güllələr yağır məsəl üçün və sən orada o anda fikirləşmirsən ki, mən bu dəqiqə şəhid ola bilərəm və ya özüm yaralana bilərəm. Biz birinci növbədə bir-birimizi fikirləşirik, bir-birimizin qayğısına qalırıq. Ona görə də biz böyük bir ailəyik, güclü bir ailəyik və bu ailəni bəlli bir güclü bağlar bir-birinə bağlayır